Sizlerle birlikte Warden bölgesinde eskiden ne oldu, yani orada ne oldu ki Warden bölgesi olarak kaldı. Şimdi onu size anlatacağım. Şöyle bir yeni dünya oluşturayım. Yaratıcı. Sonra takayım ki Warden gelebilsin. Bakın şimdi dostlar, burada doğa yerinden farkı olmayan bir canlı götüreyim. Mesela ineğle koyun. Bir de hardadır bu eşya. Warden eşyası hardaydı? Tez tapak. Dəqiqə. Yumurtaları yığışdırın. Aha. Baxın bu skull katalizatörü. Katalizatörüdür, nədir? Vallahi bilir. Boş verin. Neyse. Bunu koyun bu yana. Bakın indi. Bura koymuyorum. Bak. İndi. Nedir? Kılınç burada da gördüğünüz kimi. Öldüren kimi burada sokaldı. Sonra bunu öldürdüm. Burada da sokaldı. Ses gelende sokalır. Dəqiqə indi. Dede. Neydi onun adı? Neyse. Ben bir tane tez şeye geçsem izleyici moduna ayarlardan. Telefonu hardan eləyirlər? Game moddan eləyim də. Deyəsən siliblər oradan. Hilələri aktiv eləməmişəm. Tez onu da aktiv edeyim ayarlardan. İndi buradan idi. Aktiv elədik. İndi bir dəqiqə mən hilələri aktiv elədim. İzleyici mod. De tapaq tez. Mən də hilədə eləyim. Night. Vision. Infinite. 255. Uçtura bu ne shit da. Ne boşan yeri var. Yerin dibine bak, top dolu. Tünellerle. Ametistler de var. Ama bize vardı bölgesi lazımdı. Uçtura orada diye bu. De vardı yeri tapamıyorum. Evvelleri dayanmadan tapırdım. Kompüterde onun yanında. Test tapsam əla olar. Katman kayasına gelip satmış ama. Ay dede. Dostlar yine diyesim odur ki uzun sözün kısası tamamen Warden yerinde bölgesinde ne oldu ki o kadar şey olur, adından çıktı. İnsanlar olup
insanlar drama şey olub, zəhərli qaz kimi. Dəqiqə. Öldü day. İnek. İnek öl bir dənə. Öldüm. Yani dostlar uzun sözü kısası Warden yerinin hikayesi orada elə bir madenciler arasında dava olub. Bunlar da necə deyim? Arasına necə deyim? Adı neydi onun? Cadılar çağırıb. Cadıları elə bir yönləndirib ora. Cadılar da sihirbazlıq eləyib. Həmin o əşyanı yaradıb. Əşyanı yaradandan sonra da necə deyim? Həmin o əşyanı səs eşitmə qabiliyyəti olaraq yaradıb. Ondan sonra da onu gizlədib elə bil. Bir yerin altında gizlədib. Yerin altında gizlədəndə hamını öldürüb, hamı bir-birini qırıb töküb. Axırda bir dənə adam qalıb. Həmin o adamda elə bil necə deyim? Həmin o skull katalizörü həmin o adamı lanetləyib əşyanı cadı yaradıb axı. Düşmən adamıdır. Həmin o şeyi də lanetləmişdi deyə skull katalizörü onu lanetləyib. Lanetləyəndən sonra da necə deyim? Həmin o adam Warden'a dönüşüb. Və orada Warden məskəni olaraq tanınır. Həmin o əşya, həmin o necə deyim, palçıq kimi əşya var ha. Qəribə. Skull katalizörü yox, o birisi. Elə bil həmin o əşyanın da içinə girib gizlənir. Normalda onun gözü görmür. Lənətlənib deyə. Amma qulağı lənətin yan nəticəsi olaraq qulağı da çox güclənib. Yəni insanın məsələn bilməm bu vıramaq onu belə uzaqdan eşidə bilər. Yəni itlər kimi də eşitmə qabiliyyəti. İtlər necə yaxşı eşidir? Onun kimi. Neyse sağ olun. Uzun arada video atmırdım. Dedim bu tür video atım. Ağlıma geldi. Sağ olun. Xoşbəxt qalın. Bu arada danışdığım lap da gerçek değil. Ama belə ola bilər də. Hikayə belə olma şansı yüksəkdir.